Bismillahirrahmanirrahim. Hicretin 5. ilinde Şevval ayında baş vermiş Xəndək müharibəsi haqqında istəyirəm diqqətinizə bəzi məqamları çatdıram. Dikkat etmək lazımdır ki, müharibədə Qureyşin böyük və tam təchizatı ordusu var idi. Onlar Mədinə şəhərinin bütün ətrafını uzun müddət, belə deyək, mühasirədə saxladılar və döyüşdə çox böyük həm qəhrəmanlıq İslamın məqamlarında görsənən şəxslər oldu, həm də bəzi orada İslama kimlərin düşmən olduğu açıq-aydın da göründü. Bu tarixi kitablardan oxumaq olar mı? Amma istəyirəm bəzi əsas nöqtələri diqqətinizə çatdıram. Biri budur ki, həmin dövr ki, Xəndək müharibəsi oldu, həmin dövrdə İslam ki, zəif idi və həmin dövrlərdə 10.000 müşrikin ordunun qabağına çıxmaq İslam üçün çox çətinlik yaradırdı və Həzrət Peyğəmbər əleyhissalam sahabələrlə məsləhət etdiyi zaman Həzrət Salman rəhmətullahi aleyh burada bir təklif irəli sürdü ki, ya Rasulallah, mən bir təklif irəli sürürəm ki, şəhərin ətrafında xəndək qazaq. O xəndək qazmaqla demək olar ki, düşmənin hücumunun qarşısı alınsın. Və Həzrət Peyğəmbər əleyhissalam onun bu fikrini bəyəndi və möminlər bir neçə gün elə həmin xəndəki qazmaqla məşğul oldular. Salman da demək olar ki, Həzrət Peyğəmbər əleyhissalamın tərəfindən çox yüksək məqama sahib olduğunu biz eşitmişik. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, Əs-Salmanu minna min əhl-i beytina və yaxud da minni min əhl-i beyti. Salman bizlərdəndir, bizdəndir, biz əhl-i beytdəndir. Yəni Salmanın bu qədər Allah yanında böyük bir həm İslam aləmində bir fəzilət sahibi olduğu açıq-aşkar görünür. Quranda bu müharibədə olan bəzi ayələr də var. Mən həmin ayələri vaxtınız alınmasın deyənə demək istəmirəm. Fəqat deyəcəyim bəzi məqamlara diqqət eləyin ki, budur ki, həmin dövrdə, o dövrdə bəzi Yahudi qəbilələri Məkkə müşrikləri ilə birləşdilər və həmin Yahudi qəbilələri Peyğəmbərlə əvvəldən sülh müqaviləsi yazmışdılar. Onları pozaraq müşrikləri həvəsləndirdilər və İslamı məhv eləmək üçün müşriklərlə birgə Xəndək döyüşündə iştirak ediblər. Məkkə müşriklərinə başçılıq edən şəxslərin içərisində Əbu Süfyan var idi ki, Muaviyyənin atası. Ondan sonra Əmr ibn As, Muaviyyənin sonradan məşhur həm mavini deyək, həm məşvərətçisi deyək, yaxın dostu deyək olmuşdu. Ondan sonra Xalid ibn Vəlid, sonra bunlar hamısı sahabələr olublar. Və yaxud da Əbu Süfyanın ətrafında olan Zərari ibn Xəttab, bu kimi şəxslər Əbu Süfyanın ətrafında idi və Xəndək döyüşündə İslama qarşı vuruşmuşdular. Bundan əlavə Əmr ibn Əbdüvəd adlı bir pəhlivan da ki, məlumdur ki, tarixdə neçə döyüşçüyə bərabər yaşlı bir müşrik və 1000 atlıya bərabər olan bir şəxs idi. Və bu həmin vaxtda ki, Xəndəyə gəlir və oradan atlanır, müsəlmanları üst tutub döyüşçü tələb edir və onları hətta təhqir də eləyir. Və Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, kim gedər onun mübarizəsinə, onunla döyüşə, qorxudan heç birinin səsi çıxmır. Amma Əli əleyhissalamın həmin dövrdə təxminən 30-a yaxın yaşı var idi. Həzrət Peyğəmbər əleyhissalama buyurur ki, ya Rasulallah, mənə icazə verin. Və döyüşə gəlir. Onun çox maraqlı döyüş səhnəsi var. Tarix kitablarına diqqət eləsiniz, orada görərsiniz. Və Mövla-i Muttəqiyan qalxanı çəkir başına və Əmr ibn Əbdüvəd Həzrət Əli əleyhissalama bir zərbə vurur ki, o zərbədən hətta Həzrətin əlində olan qalxan da belə sınır və Həzrətin başından biraz zədə alır. Və Mövla-i Muttəqiyan Əli əleyhissalam ona tarixdə qeyd olunubdur ki, bir zərbə vurur boynundan və ayağından da, hətta bəzi tarixlər yazır ki, bir zərbə vurur, onu məhv eləyir.
cəhənnəmə vasil eləyir. Və bu İslam aləmində çox böyük bir sevinclə qarşılanır. Peyğəmbər əleyhissalam və bütün sahabələr çox böyük sevinclə, necə deyərlər, bayram eləyirlər və düşman bununla da məğlub olur və İslam qalibiyyətinin ən şərəfli, ən əziz bir günü həmin günlər idi. Əgər biz diqqət eləsək, həmin zamanədə deyilən Peyğəmbər əleyhissalamın hədislərinə, bu hədislər əlbəttə bəzən fərq eləyər. Yəni nədədir fərq? Peyğəmbər əleyhissalam Xəndək döyüşündə Əli əleyhissalam haqqında bir hədis buyurubdu. Darbatu Aliyyin yevməl Xəndək əfdalu min ibadətə səqələyin. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, Əlinin Xəndək döyüşündə vurduğu zərbə bütün insin ibadətindən fəzilətlidir. Və yaxud da ki, bunun başqa bir təbiri də var ki, əfdalu min ə'mal ümməti ilə yevmil qiyamə. Peyğəmbər əleyhissalam buyurur ki, qiyamət gününə qədər ümmətimin əməllərindən üstündür. Yəni mənim ümmətimin əməllərindən əfzəldir. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, həmin döyüş zamanı o ki, Əmr ibn Əbdüvət gəldi İslam qarşısında, təhqiramiz sözlər dedi, heç kəs qabağa çıxmadı, qorxdu. Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, ey müsəlmanlar, bütün iman, bütün küfrlə qarşı-qarşıya çıxıbdır. Həzrətin bu sözünə diqqət edin. Yəni bütün küfr, bütün İslamla üzbəyüz. Kim qalib gəldi dünya, onunki olacaqdır. Bəli, biz bu tarixi oxuyanda bugünkü günlər həmin tarixi yada salmağı bizlərə, necə deyərlər, qəlbimizə bəzi məsələlərə gəlir. Həmin dövrdə kim idi İslamın üstünə gələn, Peyğəmbər əleyhissalamın üstünə gələn? Peyğəmbər əleyhissalamın üstünə gələn Məkkə müşrikləri kimdən? Hansı ki, onlar ərəblər idilər. Onlar başqa ölkədən gəlməmişdilər. Hamısı Məkkəli ərəblər idi. Onlar kimdən birləşmişdilər? Yahudilərlə. Və həmin o insanlar ki, sonradan özlərindən qorxularından müsəlman adı qoydular, gəldilər Muaviyyənin ətrafında birləşdilər. Kim idi? Əbu Süfyan, Əmr ibn Az, Xalid ibn Vəlid. Onların həyatını oxusuz görərsiniz, onlar nələr eləyiblər İslama qarşı. Ələl-xüsus imamətə qarşı, ələl-xüsus Əli əleyhissalamın özünə və şiələrə qarşı nələr eləyiblər? Əgər imamətin həyatını oxusanız, İslam tarixinin təhqiq olunmuş tarixi oxusanız, onları açıq-aydın görərsiniz. Keçmiş hadisələr bu gün də təzələnir. Müsəlman ölkələri və mömin cildində olan ruhani təşkilatlar, onların imamları. Həmin dövrdə baxırsınız ki, müsəlmanlar çox zəif idi və Peyğəmbər əleyhissalam Allahın yer üzərində olan Əsədullah şiri Əli ibn Əbu Talibin şücaəti sahəsində onun qəhrəmanlığı İslamı şadlığa bürüdü, qalibiyyətə bürüdü. Yəni imamət İslamı qorudu. Yəni imamətin cismani gücü bugünkü gündə baxın 57-yə qədər ərəb ölkələrindən, nə onların rəhbərlərindən, nə onların dini təşkilatlarından bir-iki nəfər istisna müfti, məscid imamları olmaqla heç birindən səs çıxmır. Hamısı həmin o Siyonist Yahudiyə qarşı, zalim Amerikaya qarşı, Epstein məsələlərində uşaq əti yeyən, uşaqlara təcavüz eləyənlərin zalim bir alçaq xislətli insanların tərəfindədirlər. Ya da ki, onların istəyi ilə hərəkət edirlər. Kimə qarşı? Elə o yerə qarşı ki, çoxluğu şiədən təşkil olmuş İran şiə xalqı, Əli-sevərlər, Əmir-əl-Müminin Əli ibn Əbu Talib əleyhissalamın məzlum şiələri və Həzrət Hüseyn əleyhissalam deyib canların fəda eləyən İslama, Hüseynə, Əhl-i Beytə, Qur'ana, qanında, malında, balasında qurban verən bir İran İslam Respublikasına qarşı birləşiblər və İranı təkləyiblər. Amma İranı müdafiə edən kimlərdir? Bir baxın. Utansınlar olar ki, İspaniyanın rəhbəri İranı müdafiə eləməyi görsən ki, səsləndirdi.
Baxın Çin ölkəsi, baxın Rusiya və bəzi ölkələr ki, bunların hamısını özünüz içində görürsünüz, eşidirsiniz. Və hani o millətçilər, o Azərbaycan xalqından danışıb, Azərbaycan millətçilik edənlər, hər gün Təbrizdə, Ərdəbildə, İslamda 40 milyon dediniz, Azərilərin başına ot tökülür. Hardasız, onların evlatları, onların uşaqları gündə uçqunların altından qalan minlərlə, əgər millətçisinizsə, sizin milləti orada bombalayırlar. Əgər yox, həqiqətən müsəlmansızsa, müsəlmanları, mənim bəzi əhl-i sünnə əziz qardaşlarımız, canımız da olar bizim. Onlar bizim canımız timsalındadılar. İstər Türkiyədə olsun, istər Pakistan olsun, digər dünyanın hər bir yerində olsalar. Onlar baxırsan ki, məzlum İlam xalqının yanında olmalıdırlar və onların da tərəfindədirlər. Və özlərinin də rəhbərliklərini, özlərinin imamlarını neynirlər? Tənqid edirlər. Və dünyanın əziz sünni əhli qardaşlarımız dünyanın hər yerində və hətta müsəlman olmayan azadlıq sevən xalqlar da bu günlərim İranın yanındadırlar. Onlar yaxşı bilirlər ki, heç müsəlmançılığı da qoyaq bir tərəfə. İran heç bir vaxtı heç kəsə qarşı belə bir müharibə aparmamışdı. Amma bu günlərim baxırsan ki, 47 ildir İran İslam Respublikasının yaranmasından bəri həmin o zalim Epstein dəstəsi, quldur canilər birləşiblər ancaq burada Şiəliyi aradan aparmaq üçün. Və bu gün də həmin planları cızırlar. Və nadan cahillər də onların gecə-gündüz mətbuatda olan yalanlarını indiyə qədər inanıblar və elə başa düşürlər ki, elə İslam aradan gedəcək. Heç bir vaxt İslam aradan getməyəcəkdir. Çünki bu Allahın həqiqi dinidir. Allah özü Quran-ı Kərimdə buyurur ki, kafirlər, cahillər, nadanlar istəməsə də biz nurumuzu dünyaya yayacağıq, İslamı bərpa eləyəcəyik və məzlumlar bir günlərim dünyaya hakim olacaq. Həmin o məzlumlar ki, Peyğəmbər əleyhissalamın dövründə də və Peyğəmbər əleyhissalamdan sonra Əli Mürtəza və onun əhl-i beyti 14 məsum xanım Fatimə Zəhra əleyhissalamın və onun ardınca gedən şəxslər olublar. Və bu gün də onlar məzlumdular. Bu bizim üçün bir dərs olmalıdır. Bu gün bütün vicdanları oyatmalıdır. Əgər bir insanın daxilində din yoxdursa, insanın heç olmasa bir daxil aləmində bir vicdan deyilən bir şey var, onu qoysunlar qarşılarına, fikirləşsinlər ki, kim kimlə mübarizə aparır. Bütün ərəb ölkələrini siyonist zəlil eləyibdir. Heç birinin səsi çıxmır. Hamısı qorxusundan gətirib öz bazalarını yalancı uydurulmuş sizi vədə verirlər ki, sizi qoruyacaq deyib öz ölkələrində yerləşdiriblər. Axır nə olur? Bütün bunlar nədir? Bunlar bu günlərim haqla batilin mübarizəsi. Bu günlərim İslamın həqiqi dirəyi olan imamətin küfrlə, münafiqlə mübarizəsidir. Uşaq təcavüzkarlarına qarşı, uşaq əti yiyənlərə qarşı mübarizədir. Bununla bütün vicdanı olan insanlara çağırış edirəm ki, özlərinin fikirlərini öz qarşılarına qoyub fikirləşsinlər. Mən kimlənəm? Ya məzlumun, ya Peyğəmbər və İslamın və Əhl-i Beytin tərəfdarı olan bir xalqın tərəfindəyəm, ya da ki, Epstein dəstəsi, siyonist, Yahudilərin, Amerika dövlətinin, ya onlara dəstək verənlərin tərəfindəyəm. Ortada olmaq, yəni nə haqqa tərəf, nə batıla tərəf olmaq, ən azından İslamda ona münafiqlik deyilir, ikiyüzlülük deyilir. İndidən insan öz həyatında bu sualların cavabını gərək özü özünə versin. Bugünkü gündə həmçinin baxırsan ki, o İslamdan danışanlar, o ruhani libası əyinlərində olanlar da bəzən susurlar. Qiyamət günü Allaha nə cavab verəcəksiniz? Heç bir kəlmə də danışmadınız. Bir kəlmə də sizlərdən hardasa mən eşitmədim, görmədim. Bu xalq sizə necə inansın? Söhbətim nəinki özümüzdə olanlara aiddir. Bütün dünya imamlarına, axunlarına, əfəndilərinə aiddir. Odur ki, sizlərə elə düzgün eləyiblər,
saray mollaları adı qoyublar. Bu günlərim Azərbaycan xalqı özünün uydurulmuş mətbuatından artıq yalanları eşitməkdən doyubdur. Mətbuat da bilinir ki, hardan da o xəbərlər gəlir. Artıq bunun bizim siyasətçilərimiz də deyirlər. Hamısı qondarma. Mən Allahdan arzu edirəm, ilahi. Bu günlərim İran xalqına tezliklə qələbənin, sevincin bəxş ilə, onları qalib elə, onları dünyada fəzilət əhli ilə, Mövla-i Müttəqiyan kimi, İslamın şirləri, İslamın qəhrəmanları kimi tanıt və zalim, kafir, müşrik olan və onlara tərəf olan insanları dünyada məhv nabud elə və onları məğlub elə, dünyanın məzlumlarını onların zülmündən xilas elə. İlahi, əsasən sənin vədə verdiyin Həzrət Mehdi Əccalallah fərəcək onun gəlişini tezliklə dünyaya göndərməklə dünyanı ədalətə, rifaha və nuraniyyətə qərq elə. O insanlar ki, üzürlü səbəbdən dillənə bilmirlər, dırnaq arasında o məzlumlar ki, həqiqətən onlar məzlumdular. İlahi, onları da haqqın tərəfində ən azından olmağa sövq elə və bizim də bugünkü gündə nə qədər şəhidimiz var. Həmin o şəhidlər bizim aramlığımız üçün, dinimiz üçün, qeyrətimiz üçün, vətənimiz üçün çalışıblar. Həmin o zalimların fətvası ilə çalışıblar. O ilahi şəhidləri Xəndək şəhidlərindən ayrı salmaqla, onların dərəcələrini fəzilətli qərar verginən. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.